Salam mənim kanalımın izləyiciləri. Mən dəfələrlə videolarımda demişəm, həyat mimikriyadır, canlılar bir-birini təkrarlayır və təkcə öz övladlarına stavka eləmək, lap lorusu primitiv dildə desək, ümid eləmək, pis də çıxsa deyəcəm, axmaqlıq olardı, zəiflik olardı. Bütün Azərbaycan xalqı, Azərbaycan balaları xoşbəxt yaşamalıdır, fərasətli olmalıdır, savadlı olmalıdır. Bu videonu çəkməkdə də məqsədim odur, öz elmi biliklərimi demonstra eləmək deyil. Mənim öz tələbələrim də var, mənə etibar eləyən məktəblilər də var, tələbələr də var. Bu videonu məhz onlar üçün çəkirəm. Həyatın mənası deyirlər. Siz vacib deyil ki, başınız daşdan daşa dəyəndən sonra dərk eləyəsiniz. Ola bilər ki, kimsə bu sınağı keçməyə bilər. Başı daşdan daşa dəyər, qalxmaz. Bunu xırdalığına kimi izah eləməkdə, deməkdə məqsədim odur ki, əgər siz xırda dağ yığırsınızsa özünüz üçün, nəysə bir məqsədə nail olursunuzsa, planlamışsınız ki, sabahları mən məqsədimə çatacam. Sabahları mən sevinəcəm. Bugün ola bilsin sizə zərbə dəyər. Bugün ola bilsin ki, sizə badalaq dəyər. Və mən əslində həyata elə böyük məna vermirəm, özümü yəni o dərəcədə böyük hesab eləmirəm. Amma ümumi də insan səviyyəsində həyatın mənası məhz ondadır ki, sən qarışqa kimi xırda özü üçün dağ yığmısan və sabahları o dağın açılışı olacaq, demonstrasiyası olacaq. Bugün sənə zərbə dəyə bilər. Bugün sənə badalaq dəyə bilər. Məhz onda, necə deyərlər, kürəyinizdə bıçaq, üzünüzdə təbəssüm, dağı demonstrate, elan eləməyə, reklam eləməyə, öz əziyyətinizi, zəhmətinizi göstərməyə, nümayiş elətdirməyə çəkinməyin. Yəni, bu günləri yıxdılar sizi, sabahları sizin xoş gününüz olacaq. Bu günləri sizə ləkə atdılar. Sabahları toparlanıb, mütləq o prezentasiyanı eləyin, mütləq. Yəni, həyatın mikro səviyyədə mənası da elə bundadır.